Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Neoklassika konsept mesajı ilə təşkil olunan Milli Marketinq Forumuna təşkilati dəstək verib. 3 gün ərzində marketinq fəaliyyəti ilə bağlı təcrübələrin paylaşıldığı forumda iştirakçılara işğaldan azad edilən ərazilərdə böyük qayıdışa dair 1-ci dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər, Dövlət Komitəsinin bu sahədəki fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, böyük qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib və məsul vəzifələr qoyulub. Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınan yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat, təhkizat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. Attığımız hər bir addımda unutmayaq ki, böyük qayıdış sadəcə bir köç deyil. İctimai təsisatlar, özəl sektor, marketing mütəxəssisləri, media tərəfdaşları, hər birinizin üzərinə böyük bir vəzifə düşür ki, bu prosesləri dolğun, düzgün təqdim edək. Forum çərçivəsində komitə dövlət özəl sektor tərəfdaşlığı, media və yaradıcı agentliklərlə əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya məsələləri barədə həqiqətlərin ictimaiyyətə çatdırılmasında marketinq və kommunikasiyanın mühüm rolu var. Bir il öncə qayıdış layihəsinə qoşulmuşam. Burada master-klasslar keçmişəm, müxtəlif təlimlərdə iştirak eləmişəm. Keçirilən demək olar ki, bütün təlim və tədbirlərdə aktiv iştirak eləmişəm. Bir il ərzində həyatımda çox böyük dəyişikliklər baş verdi. Bu layihəyə qoşulandan sonra belə deyim ki, hər zaman bu sözü deyirəm, 4 divardan cəmiyyətə çıxmışam, ictimailəşmişəm, sosiallaşmışam. Düşünürəm ki, maraqlı müzakirələr oldu və bu müzakirələrlə də biz fikirlərimizi bildirib və bir nəticədə bir ortaq fikrə gəldik və bu rəylərlə əsasında da düşünürəm ki, insanlar ona görə tədbirlər görmək, özəl şirkətlərin özünə yönlənməsinə də bir təşviq, bir töhfə vermiş oldu. Təlimlər, tədbirlər nəticəsində artıq mən öz MMC-mi qurmuşam, şükür Allaha. Yəni bir link belə mənim həyatımı dəyişdi və bu forumda bizə çox böyük təəssürat bağışladı. Çünki burada marketingdən söhbət getdi, bazar araşdırmasından söhbət getdi. Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlayan səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 40 mindən çox insanın yaşadığı işğaldan azad edilən ərazilərdə ağıllı şəhər, ağıllı kəndlərin salınması, yaşıl enerji zonalarının yaradılması bərpa quruculuq prosesinin prioritet istiqamətlərindən biridir.